Bakıda New York Konvensiyasının şərhinə dair hakimlər üçün əl kitabının təqdimatı olub. Tədbir Vəkillər Kollegiyasının, KOBİyanın və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının maliyyə qrupunun təşkilatçılığı ilə baş tutub. Vurğulanıb ki, vəsaiti Vəkillər Kollegiyasının özləri beynəlxalq arbitraj sahəsində ixtisaslaşmış hüquqşünaslar Azərbaycan dilinə tərcümə edib. 2011-ci ildə New York Konvensiyanın şərhinə dair nəşr olunan kitab indiyədək ondan çox dilə tərcümə edilib. Çıxışlarda vəsaitin arbitraj qərarlarının tanınması və icrası mərhələsində vəkillər üçün faydalı olacağı bildirilib. ...1958-ci il New York Konvensiyası bugün dünyada ticarət hüququnun əsasını təşkil edən çox mühüm beynəlxalq sənəddir və hesab edilən ki, bugünkü təqdimat bununla bağlı əlamətdar bir hadisədir. Yəni bir neçə ölkədə demək başqa dillərə tərcümə olunub və bu siyahıda Azərbaycanın da adının olması zənnimcə çox böyük bir nailiyyətdir. Bu kitab bir növ hakimlərə, vəkillərə, sahibkarlara və digər hüquqşünaslara New York Konvensiyasının hansı formada tətbiq edilməsi ilə bağlı yol xəritəsini cızır. İnanıram ki, bu artıq növbəti addımlar olaraq müxtəlif şəxslərə, hakimlərə, vəkillərə və digər şəxslərə bunun tədrisi keçiriləcək və New York Konvensiyasının daha düzgün tətbiqi öyrədiləcək.